Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli ve ba'd. Möhtərəm qardaşlarım, mən birinci özümə, sonra əsası Allah Taala'dan haqq olan təqva ilə qorxmağı nəsihət edirəm. Və haqq olan təqvanı, yəni əsl təqvanı, yəni Allahın və Rasulunun əmr etdiyi təqvanı dinimizdə bizə ən xeyirli nəsillər, xüsusilə də İslam dinində 3 xeyirli nəsil, sahabələr və onlardan sonra gələn nəsillər əsrlər və əsrlər bir-birlərinə miras olaraq ötürüblər. Və o mirası, o elmi, o ədəbi, o dini bizə çatdırıblar. Necə sələf deyərdi ki, o zamanlar, yəni xeyirli əsrlərin vaxtında sahabələrin, tabinlərin və tabinlərdən sonra gələn onlara tabi olanların zamanında dindən olmayan bir şeylər indi də dindən deyil. Və nə zaman ki, din nə idisə, bu gün də həmən o dindir. Sadəcə dəyişən insanlar və onların qəlbləri olur. Necə deyirlərdi ki, namaz həmən namazdır, qiblə həmən qiblədir. Zaman var idi, insanlar sahurda yeməklərini yeyərdilər, azanda saxlayardılar və məğribin azanı girəndə iftarlarını açardılar. Və bu gün də həmən ibadətdir. Sadəcə olaraq zaman var idi ki, insanların izzətlənməyinə səbəb onların qəlblərində onun təqva idi. Yəni o təqva ki, Allah Subhanahu və Teala öz kitabında buyurur ki, وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ Yəni gözəl aqibət, xeyirli aqibət, yəni xeyirli sonluq təqva əhlinə aiddir. Təqva yəni gizlində və aşkarda Allahdan qorxmaq. Bu gün qardaşlarım, istəyirəm Allaha gizlində və aşkarda təqvalı olmaqdan danışım. Gizlində və aşkarda təqvalı olmaq ikisini də birlikdə qoruyub saxlamaq çətindir. Çünki aşkarda təqvalı olmaq, yəni Allaha, aşkarda Allahdan qorxmaq rahatdır. Hətta münafiqlər də bunu müəyyən qədər bacarırlar. Hətta münafiqlər. Allaha, aşkarda dost olmaq rahatdır. Çünki əslən riya nəfsə ağır gəlmir. Əslən riyakarlıq, yəni göstərmək, sum'a və riya, eşdirmək və göstərmək nəfsə ağır gəlmir. İnsanın təqvası, sadiqliyi gizlində ortaya çıxır. Gizlində Rəbbi ilə baş-başa qalanda ortaya çıxır. Ona görə Allah Subhanahu və Teala öz kitabında onun yolunda çalışanları həmişə 2 sifətlə sifətləndirirdi. Məsələn, hətta onun yolunda xərcləyənlər nə ilə sifətləndirirlər? Gizlində və aşkarda. Gizlində və aşkarda. Gizlində və aşkarda. Ona görə qardaşlarım, gizlin meyardır. Əgər kimin gizlini, xəlvəti, yəni Rəbblə özünün arasında qaldığı an Rəbbinə sadiqdirsə, o aşkarda da Rəbbinə sadiqdir. Əgər orada Rəbbinə düşmən olan, orada Allah Taala'ya sadiq olmayan, aşkarda onun sadiqliyinin faydası yoxdur. Əksinə zərərdir. Əksinə zərərdir, bəladır və müsibətdir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə deyəndə ki, qiyamət günü insanlar gələcəklər. Elə insanlar gələcəklər ki, onlar özləri əməl etmədiyi halda Allah onları bağışlayacaq. Sahabələr necə ki, biz dünyaya həris idiksə, onlar da axirətə həris idilər. Və bizim təbii ki, dünyaya olan hərisliyimizdən də artıq axirətə həris idilər. Və onlar dedilər, ya Rasulullah, nə demə? İnsan evində yatır, amma əməl yoxdur, amma Allah onu bağışlayır. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, qardaşlarının onlara etdikləri dualara görə. Sən evində yatırsan, hansısa qardaşın evində yatır, hər hansı bir ibadət üzərində deyil, hətta dünya ilə başını qatır, sən onun bağışlanması üçün dua edirsən. Və sənin etdiyin duanın səbəbi ilə də Allah onu bağışlayır. Bu gizlindir, qardaşlarım. Bu gizlinin fəzilətini göstərir. İnsanın insana, çünki dua çox vaxt gizlində olur. Düz, hərdən aşkarda olanda fayda verir. Amma dua ümumən gizlində olur. Və duanın gizlində olması ixlası artan əməllərdəndir. Və ixlasa fayda verən əməllərdəndir. Və ən düşünüləsi yer bu hədisin içindəki, əgər Allah Subhanahu və Teala sənin duanla qardaşlarını bağışlayırsa, o demək ki, sənin səsin göylərdə eşidilir. O demək ki, artıq səndən qəbul olunur. Və sən də bağışlanarsan. Ona görə də müsəlman öz qardaşı üçün, öz dinində olan xüsusilə qardaşı üçün, orada nə qohumluq var, nə hər hansı bir nəslin, əcabətin, nə də orada hər hansı bir vəzifənin, heç nəyin rolu yoxdur. Yalnızca din, Allahın və Rasulun razılığı, xüsusən Allahın razılığı olduğu yerdə həmən qardaşlıq, həmən qardaşlığın faydası və bərəkəti Allah Subhanahu və Teala onu öz kitabında gör nə ilə vəsf edib.
Allah Taala bunu şər əhlinə məsəl çəkir. Allah Taala buyurur ki, öz kitabında sən onları, şər əhlini, fitnə əhlini, zərər əhlini, asiləri, Allaha gizlində və aşkarda asi olanları təhsəbuhum cəmə. Allah Taala buyurur. Sən onlar elə bilirsən ki, onlar cəmaatdırlar. Yəni onlar birdirlər. Amma Allah Taala onlar haqqında buyurur ki, qulubuhum şəttə. Amma onların qəlbləri isə bir-birlərindən ayrıdır. Amma Allah elədir. Kimləri isə ki, Allahın dinini yaxınlaşdırmayıbsa, cəsədlərin bir-birinə yaxın olması onları cəmaat eləməz. Ona görə də insanı cəmaat eləyən bədənlərin bir-birinə, ayaqların bir-birinə, kürəyin bir-birinə yaxın olmağı deyil, qəlblərin bir-birinə yaxın olmasıdır. Ona görə cəmaat yəni cəm deməkdir. Yəni toplum bir sözün üzərində yaşayır. Toplum bir sözün üzərində hərəkət edir. Necə ki, azan və iqamə. Bir kəlmə azanla insanlar namaza qalxır və bir kəlmə salamla insanlar namazdan çıxır. Və bu cəmaatdır. Və hansı cəmaat? O cəmaat ki, dinimizin bizə əmr elədiyi, qəlbləri bir-birinə yaxınlaşdıran İslam dininin bəhrəsidir. Ona görə də Allah Taala'nın verdiyi bu nemət əslində qalsa qardaşlarım, böyük və böyük bir nemətdir. Ona əldən buraxmaq olmaz. Çünki nə qədər insanlar var ki, buna layiqiyyət yanaşdılar və Allah onların əllərindən bunu aldı. Və necə ki, ötən Ramazandan bu Ramazana bəzi qardaşlarımız dünyasını dəyişdilər. Və onları biz öz əllərimizlə dəfn etdik. Və nə qədərləri də ibadətsiz gəldilər, çatdılar. İbadətdən məhrum oldular. Keçən Ramazanda bizimlə bir yerdə səcdə eləyənlər, keçən Ramazanda bizimlə birlikdə Allaha ibadət eləyənlər, artıq indi biz oruç tutduğumuz halda onlar yeyib içib bizə gülürlər. O nəyin səmərəsi idi? Onlar nəyə görə artıq bizim yanımızda yoxdular? Onların qəlbindən iman axı niyə getdi? Onlara verilən əmanəti, neməti qoruyub saxlamadıqlarına görə. Çünki qardaşlarım, nemətlər gedəndir. Heç bir nemət sabit deyil. Heç bir nemət sabit deyil. Əksinə nemətlər qorunmalıdır. Nemətlər qorunmaqla əmr olunur. Allah Subhanahu wa Taala artırmağını, nemətləri artırmağını nəyə əsaslandırdı? Əgər siz şükür etsəz, artıracam dedi. Yəni onu göstərir ki, şükürdən qabaq az idi. Nemətlər həm çoxalan, həm də əldən gedəndir. Necə ki, İbrahim əleyhissalamın oğlunun qissəsi bizə bir, yəni İsmailin, rahiməhullahın, onların qissəsi bizə bir ibrətdir. O zaman ki, İbrahimin oğlu, yəni İsmail əleyhissalam, ikinci zövcəsini alanda, salih qadını alanda, İbrahim əleyhissalam qapının önündə öz gəlini, yəni İsmail əleyhissalamın qadını, zövcəsi, qapını açır. Və qapını açanda soruşur ki, İbrahim, evdə vəziyyət necədir? Zaten İbrahim əleyhissalam bilir ki, evdə vəziyyət yaxşı deyil. Yeməkləri də az idi, içməkləri də az idi. Elə bir yerdə hansı yeyib içmək, hansı rahatsızlıq ola bilərdi ki? Təbii ki, heç bir. Amma qadın həmd edir. Rəbbinə həmd edir ki, hər şey yaxşıdır. Onda İbrahim əleyhissalam öz gəlininə deyir ki, yəni İsmailin zövcəsinə deyir ki, ərin evə gələndə, demir ki, oğlum evə gələndə, deyir, ərin evə gələndə, deyərsən ki, qapının kəndarından möhkəm yapışsın. Subhanallah azim, peyğəmbərlərə əmr olunmuşdu ki, nemətləri tutub saxlasınlar. Peyğəmbərlərə əmr olunmuşdu ki, əllərində olanları möhkəm saxlasınlar. Amma halbuki peyğəmbərlərin əlindən nemətlər çıxsaydı da belə, Allah Subhanahu wa Taala onlara əllərindən çıxandan daha da xeyirlisinə vəz eləyərdi. Çünki peyğəmbərləri Allah Taala bizzat özü qoruyurdu. Necə ki, Yusufun əleyhissalamın o zaman ki, qadın onu fitnəyə salmaq istəyəndə Allah Subhanahu wa Taala kitabında bizə buyurur ki, onu necə qoruduğunu. Yusuf az qalsın meyl eləyəcəkdi qadına. Allah Taala buyurur ki, "Ləulə ər-rəə burhan Rabbi." Əgər o Rəbbindən bir burhan görməsəydi, yəni meyl eləyərdi. Allah Taala peyğəmbərlərini özü qoruyur. Baxmayaraq ki, Allah Taala özü qoruduğu peyğəmbərlərə əmr eləyirdi ki, onlar öz əllərində olan nemətləri qorusunlar. Yəni bu onu göstərir ki, nemətlər gedəndir. Əgər peyğəmbərlərə əmr olunan buydusa, yəni yerdə qalan peyğəmbərlərə tabe olanlara əmr olunan bəs necə? Onlar daha da şiddətli olmalıdırlar əllərində olan nemətləri qorumaq üçün. Çünki nemətlər gedəndir. Və nemətlər gedəndən sonra hərdən geri dönmür. Hərdən geri qayıtmır. O nemətlərdən də biri zamandır. Vaxtdır. O heç vaxt geri dönmür. Hətta yer üzünə ayaq basmışlarının xeyirlisi Muhammed sallallahu aleyhi ve sellem bircə dənə olsun nə Allahın kitabından bir ayə,
nə də Rasulun sünnəsindən, nə də ki səhih bir tarixdən bircə də olsun sabit bir dəlil yoxdur ki, Allah Taala peyğəmbərinə görə bircə günü geri qaytarır. Yer üzünə ayaq basmışların ən xeyirlisi üçün zaman geri qayıtmır. Amma halbuki Allah qadirdir o zamanı geri qaytarmağa. Ona görə elə nemətlər var ki, sadəcə olaraq gedir və heç vaxtda geriyə dönmür. Ramazan da aylardan, o zamanlardan bir zamandır. Və bu da qutaracaq. Və bu da bitəcək. Amma nə qədər insanlar Ramazandan müflis kimi və nə qədər insanlar da Ramazandan xeyir və bağışlanmışla çıxacaqlar. Və bu da Allah Subhanahu və Taala'nın bizə vermiş olduğu bir lütfdür ki, bilməyimiz ki, müflislər olacaq Ramazandan sonra. Bunu bilməyimiz bizim üçün bir nemətdir. Özünü qorumaq üçün. Necə ki, sənə hərdən deyilir, ora getmə, orada təhlükə var. Və kim gedibsə o təhlükəyə zərər çəkib. Sənin o təhlükəni bilməyin sənin üçün xeyirdir. Aqil insan çəkinər. Ağıllı insan tərk edir. Ona görə də bilməyin ki, Ramazandan müflislər çıxacaqlar. Artıq bu sənin üçün Allahdan bir xeyirdir. Və sən o müflislərdən olmaq üçün çalış. Və o vəsvəsəni özünə buraxma ki, nə badə sənə gəlib kimlərsə desin ki, Ramazandır, istirahət elə, dincəl və s. Ramazan dincəlmək və istirahət ayı deyil. Onsuz 11 ay bu cür yaşamışıq. Gəzmişik, istirahət, hər şey öz qaydasında olur. Amma bir ay yorğunluq ayıdır. Ona görə də şeytan gələk aldatmasın. Nələr şeytan aldatmasın ki səni, sən cavansan, o yaşlıdır, əsas cavanlar ibadət eləsin, yaşlılara lazım deyil, artıq o yaşlanıb. Vallahi ibadət qəlblə. Nə qədər yaşlılar var ki, cavanlardan üstündür. Nə qədər yaşlar var ki, rükuda belləri cavanlardan düzdür. Nə qədər cavanlar var ki, rükuda belini belə düz saxlaya bilmir. Ayşə radiyallahu anh deyərdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem rükü eləyəndə sanki belinə su qoysaydılar dayanardı. Nə başını aşağı sallayar, nə də başını yuxarı qaldırardı. Subhanallah, nə qədər cavanlar görürsən düzgün rükü eləməyi bacarmır. Amma halbuki onun xəstəliyi yoxdur. Amma nə qədər qocalar görürsən ki, Peyğəmbər sallallahu aleyhi ve sellem rükü etdiyi kimi rükü deyirlər. Bu ona göstərir ki, ibadət müvəffəqiyyətdir. İbadət cismdən deyil. İbadət artıq sənin bacaracağın və bacarmayacağınla deyil. Zaman vardı, sadiq olmuşsan. Bu gün artıq o sadiqliyin bəhrəsini Allah sənə verir. Ona görə gələn şeytana o qapı açılmasın. Şeytana qapı açılmasın, şeytan səni özün öz vərəzil göstərməsin. Çünki şeytan Adəmi aldatdıqdan sonra cənnətdən qovdurdu. Çünki aldatdıqdan sonra artıq müvəffəq oldu. Və şeytan həmişə insanı rəzil eləmək istəyir. Rəzil. Özü rəzil olduğu kimi rəzil eləmək istəyir. Çünki əgər rəzil eləməsə, aldara bilməz. Rəzil etməsə, aldara bilməz. Və hərdən gəlir. Din çətindir. O haram, bu haramdır. Onu eləmə, bura baxma, ona dəymə. Çətinləşdirir. Hətta o qədər çətinləşdirir ki, havada hiss eləyəcəksən ki, nə qalır? Və o qədər çətinləşdirəcək ki, görəcəksən ki, sanki din çətinliklərdən ibarətdir. Xeyr. Axı, Allah insanı güclü yaradır. Ya, ola bilərmi ki, Allah insanı zəif yaratsın və ağır bir din göndərsin? Mümkün deyil. Və ola bilərmi ki, Allah Taala insanı güclü yaratsın və zəif bir şey göndərsin? Bu da mümkün deyil. Allah ədalətlidir. Allah Subhanahu və Taala cəhənnəmi əzab olaraq şiddətli yaradır. Və onun əksi olan cənnəti bəs necə? Qat-baqat artırır. Əgər cənnət bu dünya kimi olsaydı, yəni bu dünyanın gözəl yerlərindən bir gözəl yerlər kimi olsaydı, yenə də gözəl olardı. Amma Allah bundan kifayətlənmədi. Allah lap üstünlüyü yarattı. Hətta vəsf etdi yaratdığı cənnətini ki, gözlərin görmədiyi, heç kimin bilmədiyi nemətlər. Çox az bir hissəsini öz kitabında, Rasulun sünnəsində bizə xatırladıb Allah Taala ki, cənnətdə nələr var. Lap çoxsunu möminlər üçün, Allah biz onlardan etsin. Lap çoxsunu cənnət əhli üçün orada saxlayır. Və görünür ki, Allah Subhanahu və Taala'nın əzabı və nemətləri şiddətlidir. Və Allah Subhanahu və Taala axı insanı yer üzündə xəlifə olaraq yaratdı. Necə ola bilər ki, Allah Taala insana xəlifə desin? Necə ki, mələklərinə dedi. İnsanı xəlifə etsin və ona göndərdiyi dinsə rahat bir şey olsun. Təbii ki, din rahatdır, amma insan da güclüdür. Ola bilər dindən bəzi şeylər çətin olsun, imtihan olsun. Axı, yaradılan insan da güclüdür. Ona görə şeytan istəyir həmişə səni alçatsın. Necə ki, Adəmi alçatdığı kimi. Necə ki, Adəmi qovdurmağa müvəffəq olduğu kimi. Ona görə qardaşlarım, gərək müsəlman, aqil müsəlman
Rəbbinin kitabını tez-tez xatırlasın. Tez-tez xatırlasın. Ona görə də peyğəmbərlərin qissəsini görürsünüzmü Qurani-Kərimdə? Peyğəmbərinə Muhammed sallallahu aleyhi və səlləm Allah Taala gör nə qədər peyğəmbərlərdən danışır. Peyğəmbərlərin başına gələnlərdən danışır. Bunlar əbəs-sirə deyildi. Demək ki, Allahın kitabında heç bir şey əbəs-sirə deyil. Və peyğəmbərlərin qissəsinin dəfələrcə təkrarlanması Muhammed sallallahu aleyhi və səlləmə Allah Taalanın ona xatırlatması idi. Yəni səndən əvvəl də belə idi. Yəni şeytan o vaxt da belə idi. İblis o vaxt da bunu eləyirdi. Yəni bu artıq onun təzə mənhəci deyil. O həmən andan eyni mənhəzin üzərindədir və dəyişmədi. Söz verdi və sözün üzərində sabit qaldı. Ona görə də əgər bir məxluq ki, batilin üzərinə söz verib onun üzərində sabit qalmağı bacarırsa, Allah Taala'ya haqqın üzərində söz verən mömin lap layiqlidir ki, onun üzərində sabit qalsın. Ona görə qardaşlarım, bu kiçik bir xatırlatma idi. Ən birinci özümə, sonra isə ki, Allah Taala'dan istəyirəm ki, bizi ən əzəmətli kəlmə olan La ilahə illallah Muhammed Rasulullah kəlməsinin üzərində sabit saxlasın və bizə bu verdiyimiz əhdə, Allaha təbii ki, verdiyimiz əhdə və bu üzərində olduğumuz dində Allah Taala bizi sabit saxlasın. Sələfin əqidəsinin üzərində, mənhəcin üzərində Allah Taala bizi sabit saxlasın. Allah Taala ölkəmizi, rəhbərimizi, müsəlmanları qorusun və müsəlman ölkələrini qorusun. Və kim ki, müsəlmanlara, müsəlman ölkələrinə zərər istəyirlərsə, Allah Taala onların zərərlərini də özlərinə qaytarsın. Allah Taala bizi əfv eləsin, bizi bağışlasın. Ramazanda bizi əfv eləsin. Və bu aydan bizi müflislər kimi yox, uğur qazanmış, xeyri qazanmış insanlar olaraq bizi bu aydan çıxartsın. Həmçinin Allah bilir. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahabətihi ecmaîn.